Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elhamdülillahi hamden kethiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yarda. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barekte ala İbrahim fil alemine inneke hamidun mecid. Değerli kardeşler, mevzumuz Er-Rica. Er-Rica. Allah subhanahu wa ta'adan rica etmek. Bildiğimiz kimi rica qəlb əməllərindən sayılır və bu da əməllər baxımında əməllərə görə əməllərdə olan rükunlardan sayılır. Rica olmasa, biz Allah Taala ümid etməsək, yəni Allah subhanahu wa ta'ala bizləri necə bağışlayar? Aydındır. Biz yaşadığımız dönemdə Allah subhanahu wa ta'aladan cənnətini rica edir və cəhənnəmindən Allaha sığınırıq. Aydındır. Və bəzən bu rica həm dediyimiz kimi lüğəti mənası var, bir də şəri mənası var. Lüğəti mənasında bəzən kimlərinsə bizdən bir kimsənin malik olduğu bir şeyi lütufkarlıqla rica edirik, ondan istəyə bilər. Ona qadir isə, ona verməyə qadir isə deyəcəm, rica edirəm ki, falan şeyi mənə verərsən. Aydındır. Demək biz belə nəyə baxmalıyıq? Burada bizə əlavə bir sözlərdə, gözəl sözlərdən istifadə etməyə qaydası da var. Məsələn, deyirəm bir kimsəyə deyirəm ki, falan şey mənə versənə. Bunun əvəzinə, artıq biz rica sözünü keçdiksə, bildiksə, biz nə eləməliyik? Rica edirəm ki, falan şeyi mənə verərsən. Hətta bu sözlərdə, yəni danışığımızda gözəl sözlərdən istifadə etmək, sanki qarşı tərəfə hiss etmədən özümüzü ona, başqa bir tərəf, onun da bizə qarşı sevgisini qazanmaya çalışır. Sevgisini qazandırır sonunda. Aydındır. Çünki qəlbləri qazanmaq üçün ən gözəl vasitələrdən birisi dildir. Dil onu ləkələyə də bilir, onu əldə edə bilir. Biz danışıqda gözəl sözlərdən istifadə etsək, məsələn, rica edirəm ki, falan şey mənə verərsənmi? Falan şey mənə ver deməkdənsə, artıq nə etməliyik? Rica edirəm ki, falan şey mənə ver və ya ki, rica edirəm falan şey etmə və s. Aydındır. Və yaxud ki, dilimizi öyrətməliyik ki, falan pis şey etdikdən sonra, xəta etdiksə, xahiş edirəm, üzürlü say, bağışla və s. və s. Bunları biz də həmçinin dilimizi öyrətməliyik. Bəzən də var ricanın şəri mənası. O da yalnız Allah subhanahu wa ta'alanın qadir olduğu şeyləri Allah ta'alanın istəməkdir. Məsələn, günahlarımızın bağışlanması. Rica edirəm Allahım, günahlarımı əff et. Rica edirəm mənə cənnətini qoy. Rica edirəm, öz rizanı mənə qazanmağa yardım et. Və yaxud da rica edirəm Allahım, falan əməlim alınsın və s. və s. Bu artıq şəri ricadır. Bunu biz Allah subhanahu wa ta'adan istəməliyik. Bugünkü mövzumuz avamil təhqiqi rica. Ricanın yaradan amillər var. Ricanı gerçəkləşdirən amillər var. Və bu əməllər xatırlandıqdan sonra artıq insanda rica yaranır. Ki, yəni filan şeylərə yaranır, filan şeylər xatırlayır, insan filan əməllər xatırlayır. Ondan sonra birbaşa Allah Taala insana yönəlir. İnsan birbaşa Allah Taala yönəlir və Allah Taala'dan ricasını umur. Çünki biz dediyimiz kimi, biz bu yaşayış dönəmimizdə biz etdiyimiz günahların bağışlanmasıyla etmədiyimiz yaxşılıqların arasında Allah Subhanahu wa Taala'dan etdiyimiz əməllərin Allah Taala dərgahında məqbul olmasını rica edirik və etmədiyimiz günahlar, etmədiyimiz və ya islah olmadığımız əməllərə görə də Allah Taala'dan onun islahını istəyirik. İki şey arasında biz gedib gəlməkdəyik. Allah Taala bizləri islah eləsin. Bu başlıca. İnne tahqiqar raca fi qalbil mu'min la budda lahu min awamil tusa'id fi zalik. İnsan qəlbində rica bizə ümid etməyi gerçəkləşməsi üçün onun ricanı öz bədənində, öz qəlbində onu həyata keçirmək üçün ləbud ora müəyyən bir amillər vardır. Aydındır. Və qad zəkərəl uləmə ərba'atan avamil lil-vusul. Burada çox şey danışmır. 4 dənə amillər var. O da insan həyatında ricanı, yəni qəlb əməlində onun ricanı gerçəkləşməsinə gətirib çıxardır. Aydındır. Birincisi, zikru səvabiqil fadlillahi aləl-abd. İnsanın Allah'ın ona öncədən vermiş olduğu lütufkarlığını xatırlaması. Allah Taala'nın bizə əvvəlcədən verdiyi nemətləri xatırlamaq.
Və bu xatırlama da bizdə Allah Subhanahu va Taala'ya qarşı ricanı tələb edir. Əffimizi tələb edir. Aydındır. Daha ehtiyac yoxdur. Yox, lazım deyil. Belə olduqda biz Allah Subhanahu va Taala'nın artıq mən demişəm ki üzülü sayılır. Demişəm ki daha yoxdur. Aydındır. Biz Allah Subhanahu va Taala'nın nemətlərini xatırlasaq, biz olan nemətləri çoxdur da Allah Subhanahu va Taala'nın. Bir hədisdə Peyğəmbərimiz nə deyir? Sallallahu aleyhi ve sellem. Allah Teala'nın Allah Teala gecə və gündüz nemət verir də. Allah Teala'nın nemətdən belə təsəvvür etməniz üçün ta dünya yaranandan indiyə qədər Allah Teala'nın nə qədər xərclədiyini bir təsəvvür etsən, Allah Teala'nın xəzinəsinin nə qədər genişliyini bir anlıq belə olsa bəlkə də xatırlaya bilərsən. فَيَتَذَكِرُ الْعَبْدُ وَيَسْتَحْدِرُهُ أَنَّ اللّٰهَ مَنَّ عَلَيْهِ بِفَضَائِلِ السَّابِقَةِ İnsan xatırlayır. Allahın olan nemətlərini xatırlayır. Aydındır. Allah Teala ona öncədən çox lütufkarlıq etmişdir. Yəni onu başqa kimsələrə vermədiyi və yaxud da başqa kimsələri etdiyi o üstünlüklərdən daha çox bunu üstün etmişdir. Bu əməllər xatırladıqda insanda, yəni əməllər xatırlama, bəzən bu əməllər insanın Allah Teala insana verdiyi bədən ola bilər. Aydındır. Məsəl üçün insanın verdiyi göz, qulaq, məsələn eşitməsi, görməsi, yer üzərində gəzməsi, aydındır. Bundan da əlavə insana Allah Teala'nın, insanlara Allah Subhanahu va Taala'nın kitab göndərməsi, peyğəmbərlər göndərməsi və s. bu şeylər hamısı Allah Teala'nın insanlara vermiş olduğu ən uca, ən üstün məqamlardan sayılmaqdadır. Aydın, ən uca və ən üstün məqamlardan sayılmaqdadır. Və bunları insan bildikdə nedir? Ey Allahım, səndən rica edirəm ki, məni əff edəsən. Artıq bu əməlləri xatırlanması onda o rica kimi bir xüsusiyyəti meydana gətirir. Biz əvvəlki dərslərimi xatırlayırsa, riza adlı bir qəlb əməllərindən bəhs etmişik. Riza. Riza, Allah Subhanahu Ta'ala razılığını qazanmaq böyük əməllərdən sayılır. Həmçinin bu rica da riza kimi qəlb əməllərindən sayılır. Demişdik ki, riza elə bir əməldir ki, o qəlbə yerləşdikdə, başqa bədən üzvlərlə yerləşən əməllərdən əlavə olaraq da, onun bir dəfə qəlbə yerləşməsi ilə o daima sanki savab yazır insan. Daima insan Allah Teala'dan razı qalmır. Yəni, razılığı daima onun qəlbindədir. Lakin müəyyən bir məqamlara çatdıqda, onu səndə belə cürlətləndirəsiyə, belə onu sən sövq edəsə əməllər olduqda, o daha çox işə keçir də, aydındır. Amma ki, o işə həmən ki, o əməllər sənə gəlmədiyi müddətcə, orada qaldığı müddətcə, sən Allahdan razı qaldığın müddətcə, orada savab yazılmaqdadır. Həmçin rica buna daxildir. Rica Allah Teala'dan, yəni o məqam çatdıqda işə keçən bir əməl sayılır. Aydın, necə ki, məsəl üçün, dəstəmaz mütləqdir ki, sən müəyyən bir ibadəti, xüsusən deyək ki, namaz başlamaqdan ötəri ediləcək bir ibadətdir də. Aydındır. Yəni, ibadətin əvvəlində ediləcək bir ibadətdir. Belə durub duran yerdə heç bir yerdə dəstəmaz alınmaz. Məsəl üçün, deyək ki, başqa ibadətlərdən əvvəlində onu sənə sövq edəcək, onu edilməsinə layiq olacaq və ya qazandıracaq əməllər var. Məsələn, namazın qılması üçün dəstəmaz. Aydındır. Rica gəldikdə artıq sənin qəlbində ona qarşı bir istək yaranır. Və sən Allah Teala'nın nemətlərini xatırlayırsan, Allah Teala'nın sənə verdiyi neməti xatırlayırsan və buna Allah Subhanahu Teala'nın bu lütufkarlığına qarşı, bu ətasına qarşı səndə Allah Teala'dan artıq cənnətini istəyir, cəhənnəmindən Allah Subhanahu Teala sığınırsan. Adın nemətlərini xatırlanma, əvvəlki Allah Teala'nın bizə verdiyi nemətə xatırlanması insanda ricanı alovlandırır. İnsanda ricanı alovlandırır. Başlayır insan Allah Teala'ya yönəlməyə. İkinci, zikru va'dillahi min cezili sevabihi ve azimi keramihi ve cudihi. İnsanın Allah'ın ona bol mükafatını, büyük səxavətini və lütufkarlığını və vədini xatırlanması
xatırlanması sonda insanın yenə də Allah Subhanahu va Taala'ya qarşı ricasını qazandırır. Aydındır. Və zəlikə la bidun an yakuna al-abd mustahiqan li hada thawab al-cezil. Şübhəsiz ki, yəni bunları xatırlanmasa, insan rica etməsə, nə Allahın ona vəd etdiyi vədinə çata bilər, nə Allah Taala'nın böyük mükafatının lütfkarına çata bilməz. Çünki insan rica etməlidir. Bu şeyləri Allah Taala'dan istəməlidir. Aydındır. فَإِنَّ اللّٰهَ يُكَافِ الْعَبْدِ بِأَكْتَ مِمَّ يَسْتَحِقُّهُ. Çünki insan da istəməli də, Allahdan rica etməlidir ki, falan şey ver. Amma ki, buna baxmayaraq Allah Subhanahu wa Taala bizə verdiyi mükafat bizim istədiyimizdən və ya bizim layiq olduğumuzdan daha çoxdur. Əgər belə deyək, elə bir təsəvvür et ki, əgər Allah Taala sənin Allah Taala'dan istədiyin dərəcədə, o keyfiyyətdə Allah Taala sənə vermiş olsaydı, əlbəttə ki, sənə olan mükafat az olardı. Lakin Allah Taala biz bir ovuc istəyirik, məsəl üçün Allah Taala bizə 10 ovuc verir də. Aydın Allah Taala'nın bizə yəni savabın qarşılığı Allah Subhanahu va Taala tərəfdən daha çoxdur. Yəni, bizim layiq olmadığımızdan, haqq etmədiyimizdən daha çoxunu Allah Subhanahu va Taala bizlərə verir. Allah Subhanahu wa Taala bizlərin ibadətimizin və ya ricamızın az olmasına və yaxud da ki ibadətimizin və yaxud da ki itaatimizin az olmasına baxırsan ki insanlara, xüsusən ki müsəlmanlara Allah Subhanahu wa Taala'nın nemətləri daha çoxdur. Əgər bəndə bunları xatırladıkca, yəni Allah Taala ona verdiyi neməti xatırladıkca, Allahın mükafatına və səxavətinə ümidi daha çoxalır. Səxavətinə, Allah Taala'nın səxavətinə, insanın və yaxud da Allah Taala'nın mükafatına insanın ümidi daha çoxalır. Həmçinin rica bir mənasında ümid demişdik, ümiddir. Üçüncü o təzəkkuru ni'amillah fil hal. İnsanın ricanı xatırlanmasına və ya sövq edici amillərdən birisi də, üçüncüsü də Allahın ona verdiyi nemətləri, yəni üzərində olan nemətləri, hal-hazırda onunda olan nemətləri xatırlaması. Və bəzi nemətlər var insanın gəlib keçmişdir və bəzi nemətlər var ki, hal-hazırda onunla bərabərdir. Aydındır. Və ennehu ma zala yun'imu aleyni bi enva'in ni'am vəl-əltaf. İnsan belə xatırladıqda baxsa ki, Allah Subhanahu wa Taala'nın ona verdiyi nemətləri, onun ruziləndirməsi davam etdiyi şəkildə ruziləndirir insan. Allah Taala'nın lütufkarlığı sonsuzdur. Fiddini fərq etməz. Bu istər dünyavi işlərində olsun və yaxud da uxravi işlərində, yəni axirət işlərində olsun. Və fi abdanihi və əsma'ihi və abdanina və əsma'ina və absarina ويرزقنا الأموال والأولاد والزوجات فإن هذه النعم الحالية التي يرزقها الله للإنسان تحث على رجائه ورغبة فيه. Və həmçinin Allah Subhanahu wa Taala'nın sayacağın bu nemətləri xatırlaması onun Allah Taala ricasını və rəğbətini çoxaldır. Və insan baxmalıdır ki, Allah Taala'nın kimlərəsə vermədiyi nemətlərlə onu üstün qıldı. Məsələn, bədəni sağlam etdi, gümrah etdi. O başqa kimsələ nisbətdə bədəni sağlamdır, ailəsinə yemək aparmaq, ruzisini gətirməyə bacarır. Aydın, heç kimin qarşısında əyilmir, heç kimin qabağında aciz deyil, öz qüvvəti ilə, Allahın ona verdiyi o qüvvəsi ilə işləyir, özü qazanır. Bu əlbəttə yəni əvəz olmaz bir nemətdir. Görməsi, eşitməsi, əlinin, ayağının iş tutması həqiqətən insan bəzən unudur. Bu böyük bir nemətdir. Allah Taala insana övladlar bəxş edir. Allah Subhanahu taala insana övladlar bəxş edir. Ruzilər verir. Hətta insana Allah Subhanahu taala əmanət olaraq da ona zövcələr verir. Və bunları qoruması, bunları mühafaza etməsi Allah Subhanahu taalanın verdiyi ona bir nemətdir. Aydındır. Övladdır məsəl üçün verir. Nə qədər insanlar var, övlad həsrətindədirlər. İllər keçməsinə baxmayaraqdan yoxdur. İnsanlar var, evlənə bilmirlər. Tapa bilmirlər. Çünki Allah Subhanahu wa Taala
insanı tək olaraqdan yaratmamışdır da. Tək olaraqdan yaratmamışdır. Əgər insan olursa, mütləqdir ki, o insanlığını çoxaltmaqla, Peyğəmbərimizin vəsiyyəti ilə, belə insanlığını yaşayaraqdan onu gerçəkləşdirir. Müəyyən bir səbəblər ola bilər. Çünki hər bir kimsədə, hər bir kimsə özünə səbəb gətirir. Ya bu səbəb şəri olur, ya da ki, nəfsi olur da. Aydındır. Onun üçün də bizlər övladlarımızın qədrini bilməliyik. Birbaşa onların tərbiyəsi ilə məşğul olmalıyıq. Elə xüsusən ki, məsələn, qız uşaqlarına daha üstün tərbiyə olunmalıdır. Çünki daha uşaq dövründə biz onların həm tərbiyəsi ilə, həm də ki, dini bilgilərlə onları biz öyrətməliyik. Çünki böyüdüsə, artıq naməhrəmlərə girdisə, onun məsəl üçün çölə çıxmasına o qədər icazə verilməyəcək. Hara gəlib getməsinə icazə verilmir. Ümumiyyətlə verilmir, verilməyəcək də. Evdə saxla. Ona görə uşaq müddətində, uşaq vaxtlarında o daha çox öyrədilməyə, təlimə daha üstün qılınmalıdır. Uşaq vaxtında öyrədilməlidir. Çünki uşaq vaxtında vaxtı çox olur. Aydındır. Oğlan uşaqlarda həmçinin. Və həmçində burada əzəvcət deyilir, cəm şəklində deyilir. Allah Taala'nın verdiyi zövcələr insana verir. Bu da nemətdir də, həqiqətən. Dostdur, qadın insanın dostudur, qadın insanın sirdaşıdır. Onunla həm xəssiyyət olması mümkün deyil də. Biz bəzən özümüzdə olmayan şeyləri daima insan xəssiyyətdə başqasından daha gözləməyə çalışırıq. Yəni, mənim xəssiyyətim başqadır, filan kəsin, məsələn, yoldaşımın xəssiyyəti başqadır. Daima insan nə eləmək istəyir? Yəni, qarşı tərəfi, bu tək, mən bunu mövzuya uyğun olduğuna görə deyirəm, başqa mövzular da buna daxildir. Başqasını özümüzə uyğunlaşdırmağa çalışırıq da. Yəni, mənim xəssiyyətimdə olmağa, mən beləyəm, məsələn, mənim istədiyim kimi olmalıdır. Aydındır, bu, yəni, əgər şəriətə müxalifdirsə onu etdikləri, bu başqa məsələ. Amma ki, şəriətə müxalif deyilsə etdikləri, qadınları da biraz boş buraxmağa olar. Aydındır, çox belə, yəni, pis başa düşünməsin də. Ona zövcə nemətini, yoldaş nemətini bilməyə lazım. Aydındır. Yəni, mükəmməl heç kimsə yoxdur da. Mükəmməl heç bir kimsə ola bilməz. Nə mən mükəmməl deyiləm ki, qarşımdakı mükəmməl olduğunu istəyim, nə də ki, qarşı tək mükəmməldir ki, məndə mükəmməllik istəsin. Lakin ikimiz də bacarıb, iki tərəfli olaraqdan bir-birimizi yola verməliyik. Aydındır. Can deyib, can eşitmək lazım. Can deyib, can eşitmək lazım. Yola vermək lazım. Çünki o gəncliyini mənə verdi də, cavanlığını mənə verdi. Yəni, bu belə olduqda, yaşlandıqda insan müəyyən xəssiyyətlər qazana bilir. Müəyyən bir xəssiyyətlər qazana bilir, yəni ki, onları qədrini bilməyə lazım. Aydındır. Qadınlar biraz incədir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, mən demirəm, yəni qadınlar biraz incədir. Özü də onu təsdiqləyir də, uşaq da onu təsdiqləyir. Qadınlar üzərində gərək mehriban olmaq lazım, biraz yumuşaq olmaq lazım. Aydındır. Allah Teala məni də, sizləri də islah eləsin. Yəni bu dedim ki, bu mövzuda danışma rahatdır. Bu mövzuda danışma rahatdır. Məsələn, Allah Teala'dan rica etmək, Allah Teala'dan razı qalmaq, qorxu və s. bu mövzularda danışmaq asandır. Lakin məqam o məqama gəldisə, yəni qadın səni hissəndirdikdə, övladın səni hissəndirdikdə, o zaman ona Allahın şəriətin buyurduğu müamilə etmək, danışmaq biraz iman tələb edir, qüvvə tələb edir, iradə tələb edir və s. tələb edir. Biz də o məqam yetişdikdə salamat sözlü olmağımız üçün bugün bura onun üçün toplaşmışıq ki, bir-birimizə nəsiyyət edək, yəni o məqam gəldikdə özümüzü cülovlaya bilək. Artıq şeylər etmək, aydındır. Dördüncü, zikru si'ati rəhmətilləhi teala. İnsan daima Allah subhanahu teala'nın rəhmətin genişliyini bilməlidir. Əgər insan Allah teala'nın rəhmətin genişliyini bildisə, Allah teala yönəcək. Allah Teala yönəlməlidir. Çünki Allah Teala deyir ki: "Və men kan yercu liqa'a rabbih fely'amal amalan salihan." Kim Allaha dönəcəyini ümid edirsə,
xeyirli əməlləri çoxalsın, salih əməlləri çoxalsın. Aydındır. Allah Taala'nın rəhməti genişdir. Və bu rəhməti geniş olduğunu bilən hər bir kimsə Allah Taala'nın bu geniş rəhmətindən rica edərəkdən onu özünə, Allah Taala'nı özünü ona mazhar etməsini istəməlidir. Ki sonda özünü ona çatdırsın, özünü ona ulaşdırsın. Aydındır. Və ənə rəhmətu səbəqət qalabah. Bir hədisdə Peyğəmbərimiz deyir ki, İnnə rəhmətəllah səbəqət qadabəhu. Allah Taala'nın rəhməti qəzəbini üstələmişdir. Yəni bu nə mənadadır ki, yəni Allah Taala tövbə edən hər bir kimsənin tövbəsini bağışlayandır. Allah Taala həm rəhmət yaratdı özündə, həm Allahdan rəhmət sifəti var, Allahdan həm rəhmət sifəti var, həm də qəzəb sifəti var Allah Taala'nın. Amma ki Allah Taala'nın rəhmət sifəti daha üstündür, daha çoxdur, daha geniş miqyaslıdır, daha çox insanları əhatə edir. Aydındır. Allah Taala bizlərin içərisində olan ən rəhimli kimsədən misal üçün süd verən övladını bağrına basan və onu kimsə əlindən almağa icazə verməyən ananın övladına duyan rəhmətindən Allah Taala'nın quluna onu cəhənnəmdən xilas etməsinə, tövbə edib ona dönməsinə olan rəhmətinin daha çoxdur Allah Taala'nın rəhməti. Aydın, Allah Taala'nın rəhməti daha çoxdur, daha üstündür. Allah Taala özünə yönələn hər bir qulunu sevər. Və ennehu huve'r-Rahmanur Rahimul el-Ganiyyul Kerimur Raufur bi'ibadihil mu'minin. Allah Subhanahu ve Taala Rahmandır, Rahimdir, Kəram, Raufdur. Bütün mümin qullarına qarşı mərhəmətli lütufkardır. Və bu genişliyi bilən insan nə etməlidir? Allah Taala'dan rica etməlidir ki, bu savabı Allah Taala'dan istəməlidir. Və lezalika fe inne tahqiqar raca yaqumu ala ma'rifati esma'illahi və sifati. Həmçinin də Allah Subhanahu ve Taala'nın ad və sifətlərini bilinməsi sonda insanın Allah Taala'dan rica etməsini gətirib çıxardır. Yəni bu amillər özündə formalaşdırmasına gətirib çıxardır. Və sihhatu rəca'il abdi lahu alamə. İnsanın ricasının müəyyən bir əlamətləri var. Yəni, əgər insanda o rica varsa, o ümid, o istək varsa, onun da müəyyən bir əlamətləri var. Suilə Əhməd ibn Asim mə əlamətur rəca fil abd. İnsanda ricanın əlamətləri nədir deyə soruşulur. O da deyir ki, qalə ən yəkunu izə əhədə bihil ihsanu ulhimə şükru racen li tamamin ni'meti minallahi Teala aleyhi fid dunya və tamami afihi anhu fil ahirə. Əgər insan ətraflı şəkildə Allahın nemətləri ona ehsan olunarsa, şükür etməyə, sonda insan şükür etməyə ilham olunar. Əgər insan Allahın ona vermiş olduğu o nemətləri və yaxud da o nemətlərlə ehsan olunarsa, ona o nemətlər verilərsə və yaxud da bunu bilərsə, sonda o insan şükür etməyə ilham olunar. Sonra şükür edər. Allahın ona bu dünyada nemətlərinin tamamlamasını və ahirətdə bağışlanmasını sonra rica edər. Aydındır. Bu da insandakı ricanın əlamətlərinin birbaşa zahiridir. Yəni səndə necə o qəlb əməlləri ricanın olduğunu bilmək üçün, əgər sənə Allah Teala nemət vermişdirsə, onun əlamətləri olaraqdan səndə şükür varmı? Sənə şükür olunur. Yəni sənə şükür ilham olunur. Əgər səndə bu kimi nemətlər artıq səndə varsa, formalaşıbsa və yaxud da ki, bu dünya nemətlərinin Allah Teala istəyir ki, rica edir ki, Allah Teala, ey Allahım, mənə vermiş olduğum bu dünya nemətlərini məndə tamamla. Və həmçində ahirətdə məni bağışlanmağı ilə mükafatlandı deyərəkdən, əgər bu sözlər insanda varsa, deməli o insanın qəlbindəki o rica artıq onda vardır. Allah Subhanahu wa Taala bizləri oxuduğumuzdan faydalanma və bildiklərimizdən də kimlərsə öyrətməyə Allah Taala nəsib etsin. Gələn mövzumuzda inşallah səmaratur raca olacaqdır. Yəni ricanın səmərəli. Allah Taala bizə iştifadə etsin və sallallahu ala nəbiyyinə Muhammed və ala alihi və sahbihi və səlləm.